Proqram necə hazırlanır? Salam əziz dostlar. Bugünkü informatika dərsimizdə çox maraqlı və faydalı bir mövzu ilə tanış olacağıq. Mövzumuz proqram necə hazırlanır. İndi gəlin əvvəlcə iki anlayışı yadımıza salaq. Sizcə proqram təminatı nədir? Proqram təminatı kompüterdə işləyən bütün proqramların ümumi adıdır. Məsələn, Windows əməliyyat sistemi, Word, Paint və s. Bəs proqramlaşdırma dili nədir? Proqramlaşdırma dili proqramçı ilə kompüterin bir-birini başa düşməsi üçün yaradılan dildir. Necə ki biz bir-birimizlə danışmaq üçün Azərbaycan və ya İngilis dilindən istifadə edirik, proqramçılar da Python, C++, Java kimi dillərdən istifadə edirlər. Əziz şagirdlər, kompüter proqramları birdən-birə yaranmır. Onun hazırlanması müəyyən mərhələlərdən keçir. Mən indi sizə proqramın necə hazırlandığını addım-addım danışacağam. Tələblərin təhlili. Əvvəlcə proqramın nə üçün lazım olduğu müəyyənləşdirilir. Məsələn, siz məktəbdə jurnal aparmaq üçün bir proqram yaratmaq istəyirsiniz. Onda belə suallar verilir. Proqramda hansı məlumatlar olacaq? Proqram hansı nəticələri göstərməlidir? Bunun üçün hansı resurslar lazımdır? Yəni, proqramın məqsədi və tələbləri aydınlaşdırılır. Layihələndirmə. İkinci mərhələdə proqramın planı qurulur. Proqramçılar üçün texniki tapşırıq yazılır, işin qrafiki hazırlanır. Bu, sanki bir ev tikməyə başlamazdan əvvəl plan çəkməyə bənzəyir. Kodlaşdırma. İndi isə əsas iş başlayır. Proqramçılar alqoritmi seçilmiş proqramlaşdırma dilində yazırlar. Məsələn, əgər şagirdin orta balı 4,5-dən yuxarıdırsa, o təqaüd alır kimi şərtlər proqramlaşdırma dilində kodlaşdırılır. Testləmə və sazlama. Proqram yazıldıqdan sonra onu mütləq yoxlamaq lazımdır. Burada baxılır ki, proqram səhvsiz işləyirmi? Çoxlu məlumat daxil ediləndə dayanırmı? Yanlış məlumat yazanda nə baş verir? Əgər səhvlər varsa, proqramçılar dərhal onları düzəldirlər. Tətbiq etmə. Proqram hazır olduqdan sonra istifadəçiyə təqdim edilir. Məsələn, məktəbdə müəllimlərə jurnal proqramından istifadə qaydaları öyrədilir. Köhnə jurnaldakı məlumatlar yeni proqrama köçürülür. Müşayiət. Ən son mərhələ müşayiətdir. Proqram istifadəyə verildikdən sonra proqramçılar onu təkcə buraxıb getmirlər. Onlar daim istifadəçilərə kömək edir, lazım olsa proqramda kiçik dəyişikliklər edirlər, xətaları düzəldirlər. Bəzən proqramın tam hazır olmamış beta versiyası buraxılır. Bu nə deməkdir? Beta versiya proqramın sınaq variantıdır. Hələ son versiya deyil, amma işləkdir. İstifadəçilər onu pulsuz yükləyib yoxlayır, rəy bildirirlər. Translator, interpretator və kompilator. Proqram hansı dildə yazılır? Bəli, proqramlaşdırma dillərində. Amma kompüter insan dilini başa düşmür. Kompüter yalnız maşın kodunu başa düşür. Bunun üçün xüsusi proqramlardan istifadə olunur. Translator, proqramlaşdırma dilində yazılmış kodu başqa bir formaya çevirən proqramdır. Məsələn, Google Translate necə mətnləri bir dildən digərinə çevirirsə, translator da kodu çevirir. Interpretator, kodu sətir-sətir oxuyur və dərhal icra edir. Üstünlüyü dərhal işləyir, test etmək asandır. Çatışmazlığı, sürəti aşağıdır. Nümunə Python, Ruby, JavaScript. Kompilator, bütün kodu bir dəfəlik maşın dilinə çevirir və müstəqil icra faylı yaradır. Üstünlüyü çox sürətli işləyir. Çatışmazlığı, dəyişiklik olsa yenidən çevirmək lazımdır. Nümunə C++, Java. Yekun. Proqram hazırlamaq mərhələlərlə həyata keçirilir. Tələblərin təhlili, layihələndirmə, kodlaşdırma, testləmə, tətbiq etmə və müşayiət. Proqramlaşdırmada kodun maşın dilinə çevrilməsi üçün translator, interpretator və kompilatorlardan istifadə olunur. Beta versiya proqramın sınaq üçün buraxılan ilkin işlək variantıdır. Ev tapşırığı. Proqram hazırlanmasının mərhələlərini dəftərinizə yazın və hər mərhələ üçün sadə nümunə gətirin. Hansı dillər interpretator, hansı dillər kompilator vasitəsilə işləyir? Misallar verin. Beta versiya haqqında qısa izah yazın. Dostlar, dərsimiz bu qədər. Ümid edirəm ki, proqramların necə hazırlandığını indi daha yaxşı başa düşdünüz. Gələcəkdə siz də proqramçı ola bilərsiniz və öz ideyalarınızı reallaşdırmaq üçün proqramlar yaza bilərsiniz. Sağ olun, növbəti dərsdə görüşənədək.